How to create a spherical volume in GATE 9.3. Hello everyone, and welcome to this tutorial. In this video, we will learn how to define a spherical volume in GATE 9.3. Starting from creating the world volume up to visualizing the final geometry. Let's get started. Step 1. Define the world volume. Before creating any daughter volumes, we must first define the geometry, material and visualization properties of the world volume. /gate world geometry set x length space 20 space This means micrometer. /gate world geometry set y length 20 micrometer and z length 20 micrometer. /gate world set material vacuums /gate world with force wireframe, gate world with set color white, gate world with set visible 1. Here we define a 20 micrometer cubic world made of vacuum. Visualization is set to wireframe mode for clarity, force wireframe. Step 2. Create a spherical daughter volume. Now we add a spherical volume inside the world. To do this, we first name the volume and then declare that it will be a sphere. /gate world daughters name target volume 0. Gate world daughters insert sphere. The new volume is called target volume 0. Step 3. Set the sphere geometry parameters. A spherical volume requires at least 2 parameters: Rmin, Rmax. Rmin minimum radius, Rmax maximum radius. For a full solid sphere, Rmin equals 0. This creates a solid sphere with radius 5 micrometer. Optional parameters like phi start and delta phi
can be used to create particle sphere, but here they are not needed. Step 4. Assign material to the sphere. Next, we set the material of the spheral volume. Gate, target volume 0, set material, giant for water. This makes the sphere composed of giant for water, which is commonly used in dosimetry and biological simulations. Step 5. Set the sphere position. By default, the outer volume is placed at the center of its mother volume. If you want the sphere at the center of the world, you can explicitly set 0, 0, 0 is the center of the world. You can change this 1 micrometer, 20 micrometer, 10 micrometer, or any number. Step 6. Visualization setting for the sphere. Finally, we add visualization commands to make the sphere visible. Gate, target volume 0 with force wire frame. Gate, target volume 0 with set color red. This will draw the sphere in wireframe mode with the color red. After completing these steps, save your macro files. Run the simulation using your Gate executable. I want to run it in Gate Qt. Gate space --Qt enter. Double left click on execute and write main file name main.mak. Enter. When the visualization window opens, you should see your spherical volume. A white wireframe world, a red spherical water volume with a radius 5 micrometer at the center of the world. This blue path is alpha particle.
That's it for this tutorial. If you found this helpful, be sure to like and subscribe. For more gate and Monte Carlo simulation guides, thanks for watching. چطور یک کره در گیت 9 و 3 بسازیم؟ سلام به همگی شما. ما در این آموزش میخوایم یک کره بسازیم که داخل دنیا قرار داره. برای شروع ما باید ابتدا دنیامون رو بسازیم و سپس کره رو داخلش قرار بدیم. برای شروع قدم اول اینه که دنیا رو تعریف بکنیم و هر دختری رو میتونیم داخل دنیا تعریف بکنیم. منظور از دختر هر حجم و هندسه دیگه هست که میتونیم داخل اون هم حجم و هندسه دیگه ای بسازیم. /gate /world /geometry /statics lanes space beast space یعنی میکرومتر. بعد x رو 20 میکرومتر تعیین کردیم. برای بعد y هم 20 میکرومتر قرار میدیم و برای بعد z هم همینطور 20 میکرومتر. در سطر 4 ما میایم جنس ماده دنیا رو تعیین میکنیم. set material vacuum همون خلا هست. در سطر 5 force wireframe این که چطور دیده بشه دنیا. در force wireframe درونش هم دیده میشه. سپس رنگش رو سفید انتخاب میکنیم و میگیم که قابل دیدن باشه. ما اینجا دنیایی تعریف کردیم که ابعادش 20 میکرومتر هست. ماده داخلش وکیوم هست و فورس وایرفریم هست چون میخوایم داخلش دخترها دیده بشن. رنگش هم سفیده. در قدم دوم ما میایم کره رو شروع میکنیم بسازیم. برای این کار ابتدا ما باید اسم حجم و شکل یا فرم حجم رو تعیین بکنیم. /gate world daughters name target volume 0 target volume 0 اسم حجممون هست و شکلش هم سفیر هست که همون کره هست. در قدم سوم ما پارامترهای هندسی رو تعریف میکنیم. کره نیاز داره که 2 تا پارامتر حتما تعریف بشه. آرمین و آر ماکس. شعاع کوچک یا کمترین شعاع آرمین هست و بزرگترین شعاع آر ماکس هست.
ما اگر بخوایم یک کره توپر داشته باشیم، آرمین باید 0 تعیین بشه. ولی اگر بخوایم پوسته تعریف بکنیم، آرمین میتونه هر عددی غیر 0 تا 5 میکرومتر باشه. پس با این دوتا سطر ما میتونیم پارامترهای هندسی رو تعیین بکنیم. و در سطر 15 یا در مرحله 4 ما میایم جنس ماده داخل کره یا حجممون رو تعیین میکنیم. set material جلوش نوشته شده جنت فور واتر، یعنی همون آب هست، ولی آبی که در جنت فور تعریف شده. برای شبیه سازی هایی که میخوایم از فیزیک دی ان ای استفاده بکنیم، از این جنت فور واتر باید استفاده بکنیم که به صورت معمول در دوزیمتری استفاده میشه. برای مرحله 5 ما پوزیشن یا محل جایگیری مرکز حجممون رو تعیین میکنیم که با set translation این کار انجام میشه که برای این نمونه 000 در نظر گرفته شده، یعنی همون مرکز دنیا. ولی میتونیم هر عددی تعیین بکنیم بسته به شبیه سازی که داریم. در مرحله 6 ما نحوه دیده شدن حجم رو تعیین میکنیم، اصطلاحاً ویژوالایزیشن رو تعیین میکنیم. برای این کار 3 تا سطر میتونیم بنویسیم که در سطر 17 ما میایم فورس وایر فریم نحوه یا فرم دیده شدن حجم رو انتخاب میکنیم. فورس وایر فریم وقتیه که درونش دیده بشه. در سطر 19 هم ما رنگ حجم رو تعیین میکنیم. هر رنگی که در یوزر گاید گیت وجود داشته باشه رو میتونیم انتخاب بکنیم. بعد از تکمیل هندسه ما میتونیم فایل رو سیو بکنیم و با ران کردن این فایل هندسه ما میتونیم مشاهده بکنیم چه چیزی ساختیم. بیاین با هم دیگه در گیت کیوتی این رو ران بکنیم. گیت سپیس دابل داش کیوتی اینتر. روی اکزیکیوت دابل کلیک بکنین. بعد اسم فایل اصلی که ران میشه رو اینجا بنویسین جلوی کنترل اکزیکیوت، سپس اینتر رو بزنین. در پنجره‌ای که باز میشه ما باید یک مکعب سفید رنگ ببینیم که دنیامون هست و داخلش یک کره قرمز رنگ. همونطور که میبینین شبیه سازی انجام شد، هندسه بالا اومد
و یک مکعب سفید رنگ داریم که همون دنیایی هست که ساختیم و یک کره قرمز رنگ در وسط این دنیا. اون خط آبی که میبینین مسیر حرکت ذره آلفا یا هر ذره با بار مثبت هست. اگر این ویدیو رو مفید دونستین سابسکرایب بکنین، لایک بکنین و به دوستانتون معرفی بکنین. ممنون بابت دیدن این ویدیو. Necə bir kürə qeytidə düzəldə. Hamıya salam olsun və bu öyrətim bərnaməsinə xoş gəlmisiniz. Biz bu videoda öyrənəcəyik ki, necə bir kürə qeyt 9.3-də yaradaq. Başlamaq üçün dünyanı yaradacağıq və dünyanın içində bir kürə yaradacağıq. Birinci mərhələdə biz dünyanı yaratmalıyıq. Dünyanı yaratmaq üçün X, Y, Z bunların əndazəsini təyin eləməliyik. Birinci xəttə /gate/world/geometry/setXlanes bir space vurub 20'den sonra space və um yəni mikrometr /gate/world/geometry/set_y_length. Burada y-in ya y-ın əndazəsini təyin eləyirik 20 mikrometr. Sonra z-in əbadını təyin eləyirik gənə 20 metr. Bunlar öz əlimizdədir. Hər nə ədəd eləyə bilirik. Şəbih sazımıza görə təyin eləyək. Sonra bunun içində olan maddənin cinsini təyin eləməliyik ki, əksərən çoxlu vakuum ya xələ intixab olunur. Sonra force wireframe bunun necə görünməsi, sonra rəngin ağ seçmişik və görüntüsü görünsün. Biz burada bir dünya təriflədik, yaratdıq ki, bunun əbadları 20 mikrometrdir. 3 dənə bodu 20 mikrometrdir. İçi boşluqdur və force wireframe təriflənəndə bunun içi görünür. İçində yaratdıqlarımızı istəyirik görə. İkinci addımda biz bir dana kürə istəyirik yaradaq. Kürəni yaratmaq üçün bir seri dəsturlar ya commandlar yazmalıyıq ki, bunu dünyanın içində yaraldaq. /gate world daughters name target volume 0. Target volume 0 kürənin adıdır. İkinci xəttdə də gəlirik. Kürə olduğunu seçirik. Sphere yəni kürə və bu iki xəttinə biz ad və nə şəkildə olmağını təyin edirik.
Sonra iki dənə parametrlə bunun geometrisinin əsli düzənini, quruluşunu yaradırıq, tərifləyirik. R-min kiçik şüa və R-max böyük şüadır. R-min 0 mikrometr nəzərdə alınıbdır və R-max 5 mikrometr. Bu yəni içi dolu bir kürə, yəni qabıq kimi deyil. 0-dan 5 mikrometrə kimi dolu bir kürədir. Dördüncü addımda biz gəlirik kürənin içinin maddəsinin cinsinin nə olduğunu təyin edirik. 15-ci xəttdə gördüyünüz kimi Gate Target Volume 0 Set Material Gent for Water sudur, amma o su ki Gent forda tərif olunubdur və fizik DNA-dən istifadə eləsək simulationımızda, yaşayış sahəmizdə Gent for Water istifadə eləməliyik, kullanmalıyıq. Beşinci addımda biz gəlirik bu kürənin vəsətinin harda olduğunu təyin edirik ki, set translation istifadə eləməliyik. 0,00 mikrometr, yəni dünyanın düz vəsətindədir. Amma istəsək dəyişək, eləyə bilərik hər nə ədəd verib və yerini dəyişək. Qalıbdır bizim şəbih sahəmizdə nə niyazımız olmağına. Altıncı addımda bunun görüntüsünü biz necə olmağını təyin edirik və 3 dənə xəttdən kullanmışıq. Birinci xəttində bunun necə görüntüsünü təyin etmişik. Force var, frame'də bunun içi görünür, yəni eşiyində bir xətt çəkilir. Üçüncü xəttdə biz gəlirik, bunun rəngini seçirik ki, qırmızı seçmişik. Bütün rənglər ki, qeytidə vardılar, eləyə bilərik, istifadə eləyək. Göy, yaşıl, sarı, hər nə rəng ki vardır. Bunları öz istəyiniz kimi yoluna qoyandan sonra save eləyin, sonra gəlib run eləyək. Bunu biz Gate Qt-də başlayırıq run eləməyi. Fərq eləməz, siz Gate-də də run eləyə bilərsiniz. Qt-nin faydası budur ki, eləyə bilərik, gözəl görək və əbzarı, imkanatı çoxdur görüntü üçün. Execute-un üstündə 2 dənə sol klik eləyin, gəlin aşağıda əsl faylın adını yazın. Sonra enter vurun ki, run olsun.
Görüntü görüşəndə siz bir ağ mükəb ya kvadrant görməlisiniz ki, içində bir qırmızı kürə vardır. Gördüyünüz kimi yaratdığımız dediyimiz kimi olub. Ağ dünyanı görürsüz. Force wireframe seçdiyimiz üçün içi görünür. İçindəki də qırmızı kürədir, yaratmışıq. O göy xətt ki görünür, alfa zərrələrin ya bütün pozitiv zərrələrin rəngi göy görünər. Bizi subscribe eləyin və dostlarınıza da tanıtın. Çox sağ olun.